Salam aleykum əziz izləyicilər. Bu lənətli qövmü tanıyırsınız. Bu qövm axir zaman fitnələrinin ən böyüklərindən olan və qiyamətin ən böyük 10 əlamətlərindən biri olan axir zamanın ən böyük fitnəsidir. Gəlin hekayəmizə keçək. Allah əzəli və əbədi olan hər şeyin sahibidir. O, hər zaman ən yaxşısını bilir. İnsanlıq tarixinə nəzər saldıqda ən qorxulu və dəhşətli hadisələrdən biri Yəcüc və Məcücün gəlişi ilə əlaqəlidir. Bu iki dəhşətli xalq son zamanların ən böyük fitnəsidir. Onlar öz zəfərlərini yalnızca dünyada deyil, insanların ruhunda da qazanmağı planlaşdırırlar. Bu hadisə dünyada çox böyük bir dəyişiklik yaradacaqdır. Bu hadisənin gerçək anlamını və insan